Heç fikirləşmisiniz, niyə hər il Ramazan başqa bir tarixdə başlayır? Cavabı göylərdədir. Bizim istifadə etdiyimiz təqvim, yəni Qriqoryan təqvimi günəşə bağlıdır. Bir il 365 gündür. Amma Ramazan təqvimi, yəni hicri təqvim ayın hərəkətlərinə əsaslanır və bu da bir ili 354 gün edir. Aradakı 10-11 günlük fərq hər il Ramazan ayının tarixinin dəyişməsinə səbəb olur. Məsələn, 2023-də Ramazan marta düşüb aprelə qədər çəkdi, amma 2027-də fevralda başlayacaq. İndi bir düşünün, eyni anda oruç tuturuq, amma iftar saatı hər yerdə fərqlidir. Bakıda iftar saat 6-da olarkən Tokyoda 5-dədir. Niyə? Çünki orucun başlama və bitmə saatları günəşin doğuşu və batışına bağlıdır. Şərqdə günəş tez çıxır, qərbdə isə gec batır. Şimalda yayda günlər elə uzanır ki, 20 saata çatır. Odur ki, hər yer öz saatına görə orucunu açır. Bəs oruc tutmaq sağlamlığa xeyir verir, yoxsa ziyan? Əlbəttə ki, xeyir verir. Aclıq başlayanda bədənimizdəki hüceyrələr sanki super qəhrəmana çevrilir. Autofagi bu hüceyrələrin öz içindəki zibilləri, zədələnmiş hissələri yeyib təmizləməsi deməkdir. 2016-cı ildə Nobel mükafatı alan bir alim bu möcüzəni kəşf etdi. İnsan ac qaldıqca hüceyrələr bədəndəki bakteriyaları yeyir və bu da insanı daha da sağlamlaşdırır. Bəs bütün bunlar sizi təəccübləndirir? Orucunuz necə keçir? Şərhlərdə yazın, kanala abunə olun və videonu bəyənin. Sağ olun, salamat qalın.